Herkesi salamlayıram, değerli Meraç Media TV izləyiciləri. Bugün sizlərin görüşündə mən Aygün Mikevayam. Bugün sizlərlə bölüşmək istədiyim mövzu şəxsi inkişaf, məqsəd qoyma və motivasiya haqqındadır. Həyat böyük bir səyahətə bənzəyir. Hər kəsin bu yolda öz üfüqləri, təcrübələri və məqsədləri vardır. Bu səyahət bəzən yorucu və çətin olsa da, şəxsi inkişaf, məqsəd qoyma və motivasiya kimi amillərlə daha mənalı və məqsəd yönlü hiss etdirir. Bu üç amil həyatımızı yönləndirmək və bizim irəliləməyə təzyiq etmək və qarşıya qoyduğumuz məqsədlərə çatmaq üçün əsas vasitələrdir. Hər bir insanın həyatına və inkişafının fərqli yanaşmaları olsa da, şəxsi inkişaf, məqsədi qoymaq və motivasiya üzərində düşünmək və bu prinsiplərin həyatımıza tətbiq etmək hər birimizin daha yaxşı bir gələcək qurması üçün kömək edə bilər. Özünü tanıtmaq və həyatını daha yaxşı hala gətirmək, şəxsi inkişaf və bir insanın özünü daha yaxşı tanınması və öz gücünü, tərəflərini kəşf etmək və zəif tərəflərinin təkmilləşdirilməsi prosesidir. İnsanların ən böyük səyahəti öz daxili aləmində düşüncələrinə və hisslərinə doğru gedir. Hər bir insanın daxili potensialı vardır. Lakin bu prosesləri tapmaq və inkişaf etdirmək və bir sıra çətinliklər və zaman tələb edir. Şəxsi inkişafın əsas məqsədi insanın özünü anlamağa çalışması, ən yaxşı versiyasının ortaya çıxması və həyatını daha dəyərli və mənalı etməkdir. Şəxsi inkişaf yalnız zehni inkişaf deyil, həm də fiziki, emosional və sosial inkişafı əhatə edir. İnsan yalnız özünü zehni baxımdan inkişaf etmək istədikdə, özünü yalnız bir sahədə inkişaf etdirməyə çalışır. Halbuki bu tam inkişaf bədənimizin və ruhumuzun da balansda olması ilə mümkündür. Həyatını dəyişdirmək istəyən bir insanın ilk addımı özünü tanıması və həyat sahələrində inkişaf etməli olduğunu müəyyən etməkdir. İnsan yalnız öz zəif tərəflərini qəbul etməklə deyil, həm də eyni zamanda güclü tərəflərini də daha da inkişaf etdirməli və eyni zamanda sağlam bir şəxsiyyət formalaşmağa başlaya bilər. Şəxsi inkişafın vacib bir hissəsi də öyrənmək və dəyişməkdir. Hər bir insan müəyyən bir dövrdə geridə qoyduqda öz həyatında yeni bacarıqlar qazanmağa, yeni fikirlər öyrənməyə və keçmiş səhvlərini dərs almağa başlayır. Uğursuzluq və çətinliklər qarşısında təslim olmaq yerinə bu çətinliklərin dərs almaq və daha güclü və hazırlıqlı olmaq şəxsi inkişafın ən vacib hissəsidir. Həyat heç də hər zaman mükəmməl deyil, amma bu mükəmməlliyə çatmaq yolunda hər bir addım qiyməti böyükdür. Məqsəd qoyma həyatda ən əhəmiyyətli proseslərdən biridir. Məqsəd insanın qarşıya qoyduğu hədəflərdir və ona həyatını yönləndirməyə, hərəkət etməyə və davam etdirməyə ilham verir. Məqsəd qoymadan insan həyatda bir istiqamət tapmaqda çətinlik çəkir. Çünki məqsədsiz həyat boşluq yarada bilər və bu insanın qarışıqlığa və məyusiyyətə sürükləyir. Məqsəd qoyma yalnız ümumi və qeyri-müəyyən istəklərdən ibarət olmamalıdır. Məqsədin daha konkret, ölçülə bilən və real olması vacibdir. Məqsəd qoymaq insanın həyatda nəyi qiymətləndirdiyini və hansı prinsiplərlə əsaslandığını da göstərir. İnsanlar fərqli məqsədlərlə güdürlər. Bəziləri şəxsi inkişaf üçün çalışır, bəziləri maliyyə azadlığı üçün çalışır, bəziləri başqalarına kömək etmək və dünyada müsbət dəyişikliklər yaratmaq üçün çalışır. Məqsəd qoyma insanın həyatında dəyər verdiyi şeylərin müəyyən etməsi ilə əlaqəlidir. Bu məqsədlər bizə yalnız maddi qazanc deyil, həm də daxili məmnuniyyət və həyatın dərin mənasını təqdim edir. Məqsədin çox vacib olan digər tərəfi isə kiçik və daha əlçatan hissələrə bölməkdir. Bir məqsəd nə qədər böyük olarsa, ona çatmaq o qədər çətin görünə bilər. Lakin bu elə deyil.